Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon Mircəlal küçəsi 63A ünvanında yerləşən Məmmədov Ülvi Çingizoğluna və Əlikzadə İlkin Əlipənahoğluna məxsus avtomobil təmiri sexlərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektlərdə ilkin yanğın xəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır. Obyektlərin elektrik təsərrüfatı, elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib. Obyektlər od söndürən balonlarla tam təmin olunmayıb və mövcud od söndürən balonlara texniki qulluq göstərilməyib. Obyektlərdə tez alışan sürtkü yağlarının saxlanılması və istifadəsi həyata keçirilir. Obyektlərdə layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib. Sahibkar fəaliyyətini tikinti norma və qaydalarının müvafiq tələblərinə zidd olaraq çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində təşkil edib. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mircəlal küçəsi 63A ünvanında yerləşən sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib.